Mən Qulev Rüfət İsaoğlu 1977-ci ildə Göyçay rayonu Hazar kəndində olmuşam. Hal-hazırda orada yaşayıram. 1995-1998-ci illərdə Cəbhə bölgəsində hərbi xidmətdə olmuşam. 2005-ci ildən dağlıq skleroz xəstəliyinə əziyyət çəkirəm. İndi hal-hazırda yataq xəstəsiyəm. Tərpənməz vəziyyətdəyəm. Heç yerim tərpənmir. İmkanlı şəxslərdən kömək istəyirəm. Kimin imkanı var mənə kömək eləsin. Düzdür, hökumətdən pensiya alıram. Aldığım pensiya dərmanlarıma, müalicəmə, böyrələrimdə daş var. Uzun müddətli stent qoyduram. Ona bezlərdən istifadə edirəm. Ona gedir. Çatdıra bilmirəm. Çox xahiş edirəm. Kimin imkanı var Allah rızası üçün mənə kömək eləsin. Həmişə onun üçün dua edirəm. Allah köməyiniz olsun.